Salam əziz baxçılar, Fishing TV Azərbaycan kanalının izləyiciləri, abunəçiləri. Dünən çəkiliş elədiyim bu arabanın paçiniklərini aldım, yenilədim, hamısını təzə və göstərəcəm sizə. Və burada 12 paçinik göstərilirdi. Çox satılan bu arabanlar satılır, deyir ki 12+1'dir və yaxud 14+1'dir. Mən sadəcə olaraq burada 12+, mən öz aldığım bu arabanda 12+1 görmədim. Dünən də sizə göstərirdim ki, burada paçinikdir bu hissədə. Amma paçinik deyildi. Sadəcə işığa çıxartan gördüm ki, bax bu hissədə, Veçvin val oturan hissədə bronza vtulka çıxdı. Göstərə bilərəm sizə. Bax bu idi. Bu çıxdı orada, paçinik deyil. Sadəcə bir dənə paçiniki vardı, o da qabaq hissədə. Bax bu paçinikdir. Görə bilərsiniz. Bu isə onun arxa tərəfində idi. Vtulkadır. Sonra Lesko Kladoviçin üstündə bir paçinik idi. Bir də vtulka idi. Burası. Sonra mən yeni paçinikləri aldım sahildə. Delfin mağazinə getdim. Sahil qardaşdan getirdim. Aldım, sağ olsun, var olsun. Təşkil elədi. Onu yeni paçinikləri, üstündəkilər də var. Sadəcə arxayınçılıq üçün təzəyə qoyuram. Etibar edin paçinikdir. Bundan qabaq mən o bura barabanlarımda da dəyişmişəm. Qaydalarımda da dəyişmişəm. Onun hamısını Delfindən almışam. Salih qardaşdan. Gəlin də paçinik sayını sayaq. Dünən tam dolğun məlumat verə bilmədim sizə. Bu iki paçinik burada olacaq. Biri bu hissədə. Bu bir. İki. Hər tərəfdə bir paçinik. Özünkilər var, biz yenilərini təzə qoydum. Sonra o Lesko Kladoviçin, Lesko yığanın paçiniklərini də almışam, yeniləmişəm təzədəmiz. Biri burada olacaq. Biri burada olacaq. Lesko, bunu da üstünə qoyanda Lesko yığanı. Bax bu cür qoymayın. Bu belə olmadı. Yığanda göstərəcəm. 2 buradadır. 2 bunun üstündə 4. 2 dənə bu xırda paçinik qoyacağım. Bax buna. Valın üstünə. İndidən qoyum üstündə qalsın. Biri, bu da ikincisi. İkisi burada. Oldu 4 dənə. 4, 6 dənə. Düzdür mü? Biri bu. Bax bu 7. 7. Bu da iqlava paçinikdir. Tormuz paçinik. 8. Bir dənə də yubkanın üstündə var. 9. Mənə maraqlıdır. 12, 14 deyən oğlanlar. Burada 12 paçinik hara salmaq olar, yaxud 14 dənə paçinik hara qoyulur. Sadəcə bir də mən anlaya bilmirəm ki, bunun üstünə niyə yalandan 12 paçinik yazılır. Çoxu deyirlər ki 12 bal. 12 bal deyilən şeydir. Onun adı bearing yazılır ingilisindədir. O da paçinik deməkdir. 12+1 onun paçinikidir. Yəni ki 12 dənə bu arabanın içindədir. Bir dənə bax burada olur. Bu onun nəzərdə tutulur. Cəmsi 9 dənə paçinik var. Bu nə ucuzlu bu arabanlar. Kim gəlir gəlsin, Liboyna Spora gələrim. Burada 12 paçinik olmur. Maksimal 9. Hələ mən bunu ikisini əlavə eləmişəm. Yəni ki, bu vtulkaları əvəzinə paçinik qoymuş. O ilə belə 9 oldu. Belə 7 paçinik var içində. Bəs 12 dənə paçinik niyə istehsal edən zavod onu yazır orada? Mənə hələ çox qaranlıq qalır. Və bizimkilər də ətinə açıb baxmadan deyirlər ki, içində 12 dənə, 14 dənə, 16 dənə paçinik var. Yoxdur. Reallıq göz qabağına açmışam, baxın. Sadəcə bu məlumat vermək istəyirdim bu paçiniklərin sayı haqqında və burada bu val bu oxun üstündə gedir gəlir. Bax bunu. Burada olur. Bax bu hissədədir. O da qaydalarda arxadan çıxır. Bunda üstün yeri yoxdur. Bu əla eləyiblər, fikirləşib bu təhlükəsizdir. Baxın, suza girməsin üçün əladır.
Bu haradan keçir içine. Bax buradan. Burada onun yeri var. Qoyulur, keçirim onun içine. Fərq qayda ilə bunun arasında nədədir? Qaydada 2 dənə oxdur, burada 1 dənədir. O da belə deyim də, həm vibrasiya qabağına 2 ox olanda daha yaxşı, daha məsləhətlidir. Sadəcə bundan 1 dənə qoyublar. Sonra bunun şəklində 2 dənə ox göstərir. Burada ox yoxdur. Həm də oxun yeri də yoxdur burada ki, onu taxasan üstünə qalsın. Bu belə. İndi paçenko qoyum üstünə. Qalsın üstündə. Keçdi. Bax burada paçenikdir. Bax burada paçenik bunda yoxdur. Bəzi modellərdə var. O bundan qabaqki barabanlarımda var idi, bunda isə yoxdur. Qoymağa da istədim, getmişdim. Baxdım ki, o Salih sağ olsun, burada onu qoymağa yer yoxdur sadəcə olaraq. Orası paçeniksiz olacaq inşallah. Tak. İndi bunu qoyaq üstünə hamısını. 30 durum. Sonra bu val da buradan salmaq olur. Çıxartında, salında buradan salıb çıxartmaq daha rahatdır. Sonra belə bir barabanı sökəndə burada regulasyon şaybası var. Onlara fikir verin. Bitirməyin. Paçenklər yerindədir. Çox belə deyim, barabanı işlərində görə şpulən də artıq oynayır. O da bunun lüftidir. Bu ox ki buna qoşulur. Oxun üstündə şpulə bağlı. Ona görə lüft buradan belə gəlir. Lüftün çoxsu buradan belə gəlir. Yaxşı. 30 lira yerinə çəkilişimizi davam edəyək. Oturdu. Sonra plasmasını qoymaq lazım üstünə. Üstündə qalsın. Bu ona orada oynamağın qabağını almaq üçün bunu qoyublar, amma altına şaybə qoysa daha yaxşı olardı. Sadəcə məndə o şaybədən yoxdur. Getmişdim, bunu yadımdan çıxdı almaq o şaybədən. Ki altını reglovka eləyim. Səhv yol verdim. İkisini bir yerdə salmalıydım. Fikir vermədim sadəcə olaraq. Şaybasını sıxmışdı üstüne taxın. Bax belə. Burada onun öz yeri var. Orada tutturmaya çalışın, düz otursun. Keçdi yerinə. Birinci bunu salın, sonra bunu. Yoxsa yerinə girməyəcək.
Ha, burada da kanavkanı düz qoyun. Şurup bağlanırsa göz patay ne oydu? Bunlar düzde qalmalıdır. Sök keçdi üstündədir. Sonra ise bu zakloşkanı koyuruq bura. Rahat girməyə bilər. Paçnik bez mane olur takıp çıxarmağa. Ha, keçdi yerindədir. Buyurun, bu hazır. Yerine oturdu. Üzülürsən. Takımını oturtturduğu yerine. Sonra bak bunu koyanda ise səhv koymayın. Böyle bil ki bunun üstünde ve çiventin üstünde olan baltanın şeydir, zagoşkasıdır ki oradan çıkmasın. Biz rahat oturur yerine. Şey oturdu. Şimdi bunu vintine koyalım, bağlayalım. Biz bura oturur. Orada bitti. Bağlananda çalışın ki rezibada kenara çıkmayasın. Yani çezintikə bağlamayasın. Bu burada bağlandı. Barabanlarınıza istənilən zapçastı, paşenlik olsun, bu vala olsun ve yaxud da şestinalar zatlar şeydə satılır. Delfin mağazində satılır. Kimə lazım olsa Salihə yaxınlaşıb deyə bilər, ala bilərsiniz. Qiyməti də münasibdir, elə bahada deyil. Təqvimi də paza qoyum, yağ vurumu şurpun üstünə ki düşməsin. Böyle yağı batırdım onu ki şurup üstünə dayansın. Azörkan maqnitli deyil, saxlamır onu. Sıxanda möhkəm sıxında dediyim kimi kamaz təkəri kimi sıxmıyor. Sıxıldı, çox sıxsa sarvat eləyəcəksiniz. Bəlkə dayandı, sıxıldı, artıq güc verməyə lazım deyil. Yoxlayırıq hamısını yerində. Bu bağlandı. Söz yağlama qabaqcadan yağ vurmuştum üstlerine. Şestinaların da veçimentin de üstüne vurmuştum. Ki sonra yığanda mənə rahat olsun. Yağ getireyim. Bu araya biraz yağ vuracağım. Belə deyim, mexanizmə nə qədər lazım özü oradan işlədəcək. Ne qabaqçı var, bana ayağını bet çox vurmuşdum yağını. Neyse az ver. Çox da doldurmaq lazım deyil. Düz açdım onun hamısını, yağlarını çoxdan azaltdım içində. Çox həddindən çox vurmuşdum.
vuruldu. Əsas yerindədir. Qutardı. Sonra bu şəxsiyyədən qoyanda. Bax, burada da bəzi barabanlarda şaybası var. Ruglovun şayba. Bunu da itirməyin. Bak keçdiyini. Fırlatdıqca 5 minutda fırlanır. Yerindədir. Yağ qoyum yerinə. Bizə yağ ehtiyac yoxdur. Böyle. Sonra ana şeklini getirdi. Bu da yağlanıb. Koyuram üstüne. Keçdi. Saadətdən şaybə də almışam. Ruglovun şaybaları. İndi onları da üstüne taxacam inşallah. Qoyacam üstüne. Burada 2-3 yerdə ruglov şayba var. Bunun üstündə var. V220'nin üstündə olur. Hamısında olmur, amma bəzilərində gəlir üstündə. Sonra bu rotor oturan hissədə də olur. 2 dənə olur, 1 dənə olur. Baxır da indi. Nə qədər ehtiyac varsa zavod özü qoyur. Ondan başqa özünüz də ruglovka eləyə bilərsiniz onu. Bunlar yerində. İndi şaybanı getirim. Buraya əlavə şayba da atım üstünə. Çəkilişimizi davam edəcək. İndi hələlik pauza qoyuram. Şaybalar da əlavə olundu. İstəsəz şayba, sonra V220, sonra pakiyoniklər şeydə satılır. Delfin mağazində satılır bunlar hamısı. Gedib əldə edə bilərsiniz. Korpusu da oturturuq yerinə. Bu rahat oturmadı. Sadəcə olaraq vintage seyləmişəm. Bunu salanda ana şəstiyinə qlavını parıb yuxarı qalxmışdı. Onun üçün də yerinə oturmurdu. Tak, devam edeyim. Torkları yağıb, əlimizin yağını sileyim. Torkları sileyim hamısını. Təmiz olsun. Çıkartım bunu. Üzülürsen bir şey fikir vermemişim. Arkanı səhv almışım şurupu bura. Şimdi onu da aradan qaldırım, pauza qoyurum. Aradan qaldırım, çəkilmişi davam edəcək. Səhvimi aradan qaldırdım. Belə şeylər yığanı diqqətli olun. Bağlayaq şurupların hamısını. Şuruplar da 30'dan fərq etməz. Bu samerez vint qoyursunuz bunlara və yaxud da rezbalı. Çalışın ki, əyri getməsin. Yəni, çezinska heç biri getməsin. Belə rahat da bağlanmalıdır. Hamısı. Şurupları hamısı oturtmamış sıxmayın. Çünki korpusu əyirliyi ola bilər. O bu şurupla bağını sındıra bilərsiniz. Korpusuna qalanda bunun hələ karbon voloknadır. Dedikləri kimi karbon volokna çıxdı oradan. Şurup ondur. Sonrası gözləmirdim. Karbon volokna çıxar. Amma karbon volokna çıxdı.
Hamısını bağlayıram. Oturdu yerinə. Axırıncı şurupunda otuzdurandan sonra bağını sıxmağa dəyər. Belə heç vaxt sıxmayın. Yadınızdaysa burada balaca şurup idi. Onu da yerine koymaq lazımdır. Tam oturdu. Şu. Sıxanda çalışın belə. Bunu ilə bu belə. Şahmatda da belə deyək. Kres na kres. Çarpaz. Sonra yadınızdaysa burada da bir vinti var idi. Onu da yerine bağlamaq lazımdır. Bu korpusu tercih sizine göre edilir. Birdən şuruplar düşsə, hansı birisi. Bu buradakı o korpusu açılmağını, birbirine ayrılmağını qabağını alsın. Belə. Bu 3 dənə vinti də ayrım qoyum qırağa. Bu bura bağlanacaq inşallah. Evet, axtarmayayım. Üstünde olan artık elim yağlı deyib. Artıq yağı silmək lazım. Düz axırda tam yığılıb qurtaranırsa tamamilə silinib təmizlənəcək. Bu yöndə çalışın ki, əliniz təmiz qalsın. Oturaq üstünə. Tormozunu, şestinyanı. Oturdu yerinə ala. Sonra bunu da dəyişmişəm. 30 liranda buna fikir verin ki, burada öz kanavkası var. Kanavka təmiz içləri oturmalıdır. Sadəcə pakin düzgün otursa çəp oturmasın. Şu. Üstüne burada kanavka, bu kanavka. Burada oturmalıdır. Gördünüz? Bu cürünü. Sonra növbəti şaq budur. Bunu qoymalıyıq. Bunu hindilə qoya bilərsiniz, bağlandıqdan sonra da qoyabilirsiniz. Orada problem yoxdur. Şurup bunun üstünə bağlanacaq. Burada oturacaq belə. Bunun mühəndisliyi yoxdur. Siz axırda da qoya bilərsiniz. Mən bunu axırda qoyacağım inşallah. Üzrə o bir telefonumuzdan gəlir. Səssizcə qoymuşum ki, mənim mane olmasın. Cavab verim, inşallah çəkilişimiz davam edəcək. Telefonla danışdım, sadəcə pauza vaxtında projinlərini taxdım üstünə. Projin budur. Biraz bunu tamam narahatdır, nazik projindir. Zədələmədə akurat vaxt itirmək istəmədim, çəkiliş artıq. Hər xırda detansında oynayanda çəkiliş çox uzun çıxır ona görə. Bu baza projin və bu çəqavoy projin. O da nədir? Paçinka barabanın arxa fırlanmağının qabağını almaq üçün stop tormozunu idi.
Arkaya fırlanır. Dayandı. Gördünüz. Demək ki, bu arabanın yığılıb qalıb nə? Deməli, rotorumun üstünə qoymaq, bağlamaq və rotorun qaykasını bağlayandan sonra stopurun vinti var. O içində bağlanır. Sonra bizim arabamız hazırdır. Sonra onu da göstərim sizə. Paçenikləri dəyişildi bu Leskov kladovçinin üstündə. Bunu qoyanda bunun arxasında şaybalar olur. Məndə Ruglovçun şaybadır. Bax bu şaybadır. Bunu üstünə qoyanda unutmayın. İstiqaməti də bu cür bayır olacaq. İntini açırıq. Hər iki tərəfdə böyle görə bilərsiniz. Paçenikdir. Amma arxada həm qabaqda. Amma Fatih qabağında bunun futulka qoymuşlar. Bax burada futulka qoymuşlar. Onu əvəz elədim. Şaybə ilə, üz üstüm paçeniklə. Bax şaybə də bu bura qoyulur. Qoyulur bura. Bağlanılır. Gördünüz. Şaybə otur deyil. Şaybə buradadır. Çəkilişimizi davam edək. Şaybəni gördünüz, qoydum üstünə. Bu da rezbadır. Adi samirez deyil. Lap samirez şurup olsa belə, vint olsa. Yəni də onu əyri bağlamaq olmaz. Rahat bağlandı. Oturdu. Şu. Kamaz təkəri sıxmır o yəni. Möhkəm sıxıldı şu. Artıq heç nə eləmək lazım. Bax. İşləyir. Qaldı indi rotoru. Bax bu rotoru üstünə qoyuruq. Üstünə qoyub bağlamaq. Məndə bu sadəcə qalıbqasa asar başlığı yoxdur. Kəlbətindən bağlayacağım. Ona görə pauza qoymur. Qaykanın üstünə aldırım. Sonra çəkilişimiz davam edəcək. Qaykanın üstünə aldırdım, indi sıxıram. Bunda sıxanda yadınıza saxlayın. Bu qaykalar abrat rezbadır. Sola, adi rezbalar, sadə rezbalar sola açır, sağa bağlanır. Bunda isə abrat rezbadır. Bu sola bağlanır, sağa açılır. Yəni onu yanınızdan çıxarmayın. Sadəcə açar başlığı məndə deyil hal-hazırda. Yaxın qardaş istədi, verdim ona. Ona görə bunu kəlbətindən sıxıram. İnşallah onu açar başlığına möhkəm sıxacağım. İndi hələlik bu ilə sıxım. Üstünə dayansın hamısı. İşlətməmişdən qabaq açar başlığına sıxacağım. Hazırdır. Axırda polnu arabanı təmiz əskini siləcəm. Spirt əskini, benzinini fərq etməz. Üstündə yağ qalmasın. Burada nə edirik? Yəndə o dediyim vint var idi, stopunu vint. Atölkanın üstündə qalmır deyə onu yağla batırdım yağa. Keçirtdim üstündə qalsın. Bax burada yerləri var. Kamera düşəcək yoxsa yox. Hər bir şeyin üstündə, rotorun üstündə 2 dənə burada vinti bağlama yeri var. Fərq etməz, hansı birini bağlıysa bağlayın. Sadəcə bağlayın ki, o nədən ötürüdür? Rotor fırlananda açılmasın. Şu. Buyurun. Bağlandı, qaldı üstündə. Vint buradadır. Vint buradadır. Kamera yaxınlaşdım, görəcəksiniz. Gördünüz vinti.
Babadır. Bu hazırdır. Şimdi qalıb yufkanın üstünə qoymaq. Orada nədir? Orada sancaq tipli bazı barabanlarda var, qaydalarda stoperli şaybadır. Bax burada stoperli şayba olur. Bunda yoxdur deyə zavoddan qoyublar, belə bir şey qoyublar üstünə. Gətirim. Bax belə bir sancaq qoyublar. Bunu sökəndə itirmir. Bu tapılmır. Bu əsas burada olsun. Burada olmasa da olar. Elə bir vacibdir. Əsas burada olsun. Çünki yufka bunun üstündə dayanacaq. Oturdu yerindədir. Yufkanı qoyuruq üstünə. Gördünüz? Bu oturur burada. O ikincinə qoyurlar ki, yufka tərpənməsin yerində. Burada o qədər böyük rol oynamır. Yufkanı da qoyanda bu hissəsinə fikir verin. Burada pazları və kanavkaları. O kanavkanın üstünə keçirməlidir. Sonra ardınca vurur, stopuru qoyulacaq. Sonra daha o bir işləri görüləcək. Hazırdır. Belə. Qoyuldu. Stopur taxıldı üstünə. Bunları da qoyuruq. Bayağı bir şey. Ne size diyeyim. Bu şeydi. Şaybasanı. Bu şaybanı itirmir. Bunun hamısı ölçülərdir. Yəni ki, bu ilə bunun üstündə oturur. Bax belə. Öz yerə, pazarı var. Keçir 4 dənə ora. Oturur burada. Və burada şaybalar var. Rüqlə üçün şaybalar. Bu da nədən ötəridir? Neskanı yığanda rüqubkasına baxmaq üçün. Olur ki, bəzən burada çox yığırsa, azaldırsa, burada çatmırsa, artırırsa. Bu tür şaybalardır. Şaybalar bəs çətin girir, çıxırsa. Əslində hələ də olmalıdır, təzədir. Rüqlə şəbə öz oturmalıdır üstünə. Burada vintlidir. Yəni rezbalıda yivlidir. Ona görə bağlanır, deyəndirim. Çerez nitka çəp bağlanmayın heç vaxt. Şu. Tormuz da işləyir, hamısı yerində. Kiminizdə nəsə qaranlıq qalsa və yaxud da nə sual olsa, kommentariyalara yaza bilərsiniz. İstəyir TikTok kanalında, istəyir YouTube kanalında. Hər iki kanalda bu olacaq video inşallah. Oldu qardaşlar. Hamınıza uğurlar. Sezon başlayıb artıq. Tək-tək kütümlər, kifaylar çıxartırlar. Hamı bu il, bu sezon uğurlar arzu verirəm. Bol ruzu, bol balıq. Gəlin çəkilişlərdə inşallah görüşərik.